Yaxşı, deməli 5555 test bankdan 515-dən sonraki testlər işləyəcək. Yəni mövzular da artıq burada yerdə qalan hissələri əhatə eləyir. Bunlarla davam eləyək. Yaxşı, deməli başlayırıq buradan. Sual 516-dan. From var. Did you receive these flowers? Düşünün görək. Nə yaza bilərsiniz? What? Burada tamamlıq yoxdur, düzdürmü? Köməkçi feildir. Köməkçi feil. Deməli, tamamlığın sualı olmalıdır. Tamamlıq da ya what'dur ya da whom'dur, düzdür? Yadınıza gəlir, biz qaydanı öyrənəndə dedik, whom'u əvəz eləyə bilir, who'nun yerinə keçə bilmir. Deməli, which, from who deyə cümlə yaxşı olmaz. Kimdən almısan bu gülləri, düzdür? Gülləri nədənsə almaq düzgün deyil. Whose da yəlik hal vəziyyətində idi, sahiblik bildirirdi. Burada sözünü olduğuna görə from whom və tamamlıq sualı olduğuna görə artıq burada sualı ünvanlayacaq whom'la. From whom did you receive these flowers? Burada who deməli bu köməkçi feil məsələsinə görə biraz seçimlər götürə bilmirik. Sonra yenə did var. Go to the United Kingdom. Kimlə getmisən? Kimin ilə? Bax, burada canlıdır. Sonra 518-də of var. Özündən sonra of ala biləcək. Biz demişdik ki, özündən sonra of ala bilən which var. Which of them is responsible for the accident? Sonra yenə of var. Those patients have recovered. Aha. Burada nə götürək? Yenə of olduğuna görə which-dən istifadə edəcəyik. To var. Və v var burada. To be-nin keçmişi. To whom were you speaking? B variantı. Whom. Sonra 521-də yenə v var. Və burada da to var. Burada görürsünüz, sözünü axırdadır. Yəni, sual əvəzliyindən sonra. Sual əvəzliyindən əvvəl olanda whom'u götürmək lazımdır. Sual əvəzliyi, deməli, özündən sonra sözünü verilirsə, who'nu götürəcəm artıq burada. İndi sözünün yerinə baxın, bax, işarələyirəm. About. Baxaq. What are you speaking about? Who are you speaking about? Nə haqqında danışırsan, kimin haqqında danışırsan? Deməli, sözünü qabaqda olanda, canlı olanda whom götürdüm. Sözünü axırda olanda, sual sözündən sonra buraxılırsa, artıq canlı ilə who, cansızla what istifadə edəcəm. Olacaq A variantı. Sonra 523. To var, köməkçi feil var. Sözünü soradır. Deməli, burada artıq nə verəcəm? C variantı, bayaq dediyimiz. To əvvəldədir, köməkçi feil də var. İndi baxın, görək nə verək? Təbii ki, whom. 525-də sözünü əvvəldədir, köməkçi feil də var. From necə gələcək? B. Bəli, whom. Bir dəfə gedişatı sistemli şəkildə başa düşsəz, problem yoxdur. Çətini cəhd eləməkdir. Məsələn, artıq burada görürsünüz, can help me in the kitchen. Söz sırası pozulmayıb, diqqət eləyirsiniz. Deməli, buraya verilmiş sualdır, mübtədiyə. Mətbəxtdə də mənə kim kömək eləyər? Hər hansısa bir əşya kömək eləyəsə deyil ki, buna. Canlıdan gedir də söhbət. Sonra,
Yenə söz sırası pozulmayıb, amma burada bir dənə or var. Bir dəqiqə. Hə, burada artıq D variantı. D, which, bəli. Seçim var, orla, yəni which olacaq. Amma məsələn, burada seçim olmasaydı, votu verəcəkdim. Aha. Time, burada nə vaxt? What time? Axı, bizdə donmuş sual formalarda var idi. 529. Off var. Özündən sonra off alan which'dir. Burada görürsünüz, sənin qələm qabın hansı rəngdədir, nə rəngdədir, ümumiyyətlə sual verir. Seçim yoxdur. Sual verində ya which, ya da what'dur, düzdürmü? Məndə də which yoxdur, çünki seçim təklif eləməyib. Sadəcə olaraq Y variantından istifadə edəcəm, what'dan. Sonra, hobbies does your friend have? What hobbies? Bir də which. Ümumiyyətlə sual verir. Sən deyir dostunun hansı məşğuliyyətləri var. What-la da sual verə bilərsiniz, which-la da. Hər ikisi burada hansı sualını yerinə yetirəcək. Sadəcə burada seçim verməyib. Bir-iki. Sonra burada seçim var. Nə verim? Which verəcəkdir uşaqlar. Or olduğuna görə which. Seçim var axı. Yenə or var, nə verim? Which. To əvvəldə gəlib, bir də buradadır. Baxın görüm. Təbii ki, hum olacaq, bəli. Burada off var. Özündən sonra off istəyən kim idi? Which, əla. What time oldu sual cümləsi, bəli. Who are you going to wear? Who? Who are you going to wear? What are you going to wear? Burada konkret olaraq nədən danışır, onu tapmaq lazımdır. What are you going to wear? Toya gələndə nə geyinəcəksən soruşur. Digər suallar artıq. Sonra. Burada yenə sual verir. Hansı ölkələrə? Hansı sualı bir which-dədir, bir də what-dadır da. Bir variant. Sonra bu ümumiyyətlə donmuş suallar tipində var idi. Asa, what's your favorite color? A variant. Hə, indi yadınıza gəlir, mən demişdim, peşə soruşanda what-la soruşacaq. Və yaxud da kimin kim olduğunu soruşanda bu ilə. İndi baxın görək. 540-da hansını soruşaq? O olacaq da. Bəli. Şəkildəki adam. Çünki deyir ki, şəkildəki atamdır. Peşəsini soruşmur ki, kim olduğunu soruşur. İndi baxın. 541-də isə peşəsini yazıb. Deməli, nə soruşacam? What. Nəçidir? Əla. 542-də cavaba baxın. We are talking about what are you talking about? Bəli. To did. Nə yazaq? Bəli, hum gələcək. Off var. Özündən sonra off istəyən which idi. Bəli. Yavaş-yavaş öyrəşdik. Hə, yavaş-yavaş tətbiq edəcəksə düzələcək. I told her the truth. Deyir, sən ona nə dedin? Nə? What? Discover it America. Mübtəda buraxılır. Kim kəşf edildi? Bəli, Y variantı. Azca başa düşüb, qaydanı yaxşı yadda saxlasaz,
Testlər yaxşı gedəcək. T var burada, hum var. Tu var, köməkçi var. Nə olacaq? Hum. Tu burada buraxılıb. Görün nə haqqında danışır. Məktəbdən sonra nə edirsən? Sən nə edirsən məktəbdən? What? Məktəbdən sonra what? Sonra is var. Şəxs soruşacaqlar. İndi sən kimi gözləyirsən də deyə bilərsən, nə gözləyirsən də deyə bilərsən, düzdürmü? 1, 4 olacaq. 1 və 4. Ona görə C variant. Burada 3 ola baxayım. Of buradadır. Özündən sonra of istəyən kim idi? 3. Which? Did you give your phone to? To sözünü sonra gəlib. Deməli artıq buradan budan və botdan istifadə edə bilərəm. Baxın görək. Who did you give your phone to? Sən telefonunu kimə vermisən? Sözünü köməkçi. Nə gələcək? Whom. İndi are you worried about? İndi bunu tapın görək. Who are you worried about? What are you worried about? Bu olacaq bax. Sonra indi sual verir. Children are they? Hə, burada artıq görürsünüz yiyəlik var. Deyir onlar kimin uşaqlarıdır? Kimin? Whose? Sahiblik, yiyəlik bildirirsə whose'dan sual verəcək. Whose'u bildiniz, harada istifadə elədim? Burada sahiblik, yiyəlik bildirmək üçün. 56-da deyir, sən bu hadisə haqqında nə bilirsən, nəyi bilirsən? What? Onun niyə bir tərəfə düşmüyor? Neçəydi o? 556, 557. Sual verirəm. Sən nə edirsən? What are you doing? D variant. Sonra to var. Köməkçi var. Nə olacaq? Whom. Sual verirəm. Bu kimin kompüteridir? Whose. Sahiblik. Has designed this. Oy, sapaqdım. Is the longest river in the world. Or var. Nə verəcəm? Seçim istəyir. Ona görə which. Has designed this website. Who has? Deməli, whose camera are you taken? Kimin kamerasını götürmüsən? Bir də hansı? 3. Variant. Sonra called you last night. Sənə kim zəng etmişdi? Söz sırası pozulmayıb. Mübtədan deməli sualı olacaq. Necə variant? Nə baş vermişdi? Nə? What happened in the classroom? 564, sonra 565'dən. Nə axtarırsan və ya looking for nədir? Axtarmaq. Sual verə bilərəm. Nə axtarsan, kim axtarsan, düzdür? Ona görə 1-3A. 566-da was a man standing next to you. Sən yanında dayanan adam kim idi? Bir də nə sual verə bilərik? Nəçi idi də deyə bilərik, düzdürmü? 1, 3, variant. Sonra
idea do you like most? Kimin ideyasını daha çox bəyəndin? Bir də hansı ideya olar, düzdür? Whose idea? Bir də which. Ana bir D variantı. Bircə dəqiqə. Burada deməli nə soruşur? Sizin deyir evin deməli bu roof nədadır? Bizdə nə deyirlər ona? Evin üstünə. Evin üstü Rusçası krişadır, Azərbaycancası yadımı salamıram. Tavan o tərəfdir. Yadıma düşmür. Krişa deyirik, prosto yadıma düşmədi. Neyse. Deməli kim təmir edibdir o evin yuxarı hissəsini? Olacaq who. Söz nəsə istifadə eləmirəm deyə yadımdan çıxır. Countries do you wish to visit? Hansı sualını ünvanlaya biləcəyim biri what'dur, biri which'dir. Ona görə Y variantı olacaq. Sonra özündən sonra of istəyəm which. Subject do you like to study? Hansı sualını what'la, bir də which'lə verə bilərəm. Ona görə B variantı. Sonra are you doing this Saturday? Nə edəcəksən deyir bu 6-cı gün. What are you doing this Saturday? Sonra money was lost yesterday. Burada yelik hal kimi verə bilərik də. Kimin? Whose money? Sonra 574. Who has completed the assignment? Who? Çünki hərəkət var burada, tamamlandı. Bunu əşya tamamlaya bilməz ki, söhbət canlıdan gedəcək. Sonra is the man with the long beard. Uzun saqqallı bir kişi kimi idi. Complete assignment is ready. Aha. Burada deməli mübtəda buraxılıb. Burada yelik. Biri who'sdur, biri də who, yəni A variant. Testə baxanda çalışın ki, görün hansı hissə buraxılıb, onun sualını axtarın. Özündən sonra söz önü var. What are you thinking about? Sən nə haqqında düşünürsən? Sonra is the largest city in the world? Bununla ilə sual verək. What is? Sonra what time ilə sual verirəm. Zamanı what ilə sual verəcək. Bike do you want to borrow? Biri which olar, hansı? Bir də kimin? Burada bike sözünə görə. Sonra 581-də question sözü var. Biri which olsun, biri də whose olsa. C variantı. Mübtəda buraxılıb. Qırmızı donda olan qız kimdir, bir də nəçidir deyə sual verə bilərəm də. Başqa seçimim yoxdur axı. Bir üç olan variant var. D variantı. Ümumiyyətlə, hansısa paltarda geyimdə olan adamı in söz önüsü ilə veririk. Söz önləri keçəndə deyəcəm orada sizə. A friend of mine. Soruşur ki, o kimdir? Ona görə who. Amma peşə olsaydı, bax burada 584-də kimi what-la verəcək. Cavaba baxırıq da, yəni. Bax, bir də belə testlər var. Hər iki suala uyğun gəlsin. Axırda söz onu olsun.
Burada nəyi düşünürsünüz 585-də? Buyurun 580. Who 2-də 585-də, hə. Desən ayrı gündə. 585-də who olacaq. Who were you talking about? who were you talking about? Who Who is is responsible responsible for for? the Amma earth? digərləri yəni heç cür uyğun gəlmir. Sonra yenə hər ikisinə uyğun gəlsin. Mübtəda buraxılıb da burada. Burada da ət var. Who lives in that old house? Who are you looking at? Sən kimə baxırsan? Budur. 587-də. Helped you to learn the English language. Sənə 1-2. nə köməklədi? Kim köməklədi? What-la who? Hə. Alar. Düzdür. Shirt looks better on me. Hansı deyir mənə daha yaxşı yaraşdı? Yoxsa bizə dəqiqə Kim? which verək? Kim? Adı which hansı? Məsələn burada whose olsaydı düşünmək olardı whose haqqında. Amma whose yoxdur, ona görə baxın variantlara. Sonra damaged burada mübtəda buraxılıb. 1-2 var. Var. Yenə mübtəda buraxılıb. İndi baxaq görək. Who discovers the law of gravity? B variantı. Kim kəşf etdi? 594. He is Mr. Smith. Kim olduğunu soruşur. 500. B variantı. İndi burada iki sual verəcək. Will help the students. Nə və kim? 1-2. Bəli. What's going to start the discussion? Who is going to start? Kim müzakirəni başladacaq? C variantı. Sonra of, özündən sonra of istəyən which'dir. Made you choose this college. Nə və kim? 1-2. Dress are you wearing to the party? Hansını? 2 ilə 3. Bir də kimin? 2-3 var mı? B variantı. Y variant. Baxaq. He is an engineer. İndi peşə ilə bağlı suallar tapaq. Who is your father olsa ad olacaq. Where is your father? Atan hardadır? What's your 3 ilə father? 4. Bəli. What does your father do? Nə edir? How is your father? Da atan necədir? Lazım yox. 3-4 Y variant. Sonra with sözünüdür, did var. Bu olacaq təbii ki. Sonra close burada biri who'sdur, biri which'dir. İsim gəl baxaq. Which ilə whose olar. 1-4. İndi burada 600. Made you change your mind. Nə və kim? 1-2 hana? 600-də A. Bura qədər probleminiz var. Hey. Gedişatı başa düşə bilirsiniz, necə gedirik. Hə. İndi getdik digər hissə testlərə. İndi burada cat var, burada da is var. Did you see the cat is A, lying on X the olacaq. roof? 601. Which is hansı ki? Yaxşı. 602-də. 2 isim yanaşı gəlirsə, burada who's-dan istifadə edəcəyik. Bax görürsüz, 2 ismin arasında whose olur. Table, bir də stands var. Bu fiildir, mübtəda və xəbər.
Burada artıq zət olacaq. Mübtəda, xəbər. İndi görək. Deməli, Biri. 604-ün biri zətdir. Bir də mübtəda kimi baxacaq da bura. Bəli, 1-3. Əsas odur ki, aralıqda nə verilib onlara baxın. Məsələn, booksdur, burada da have. İndi baxaq görək 605-də nə yazaq. P variantı. Which have, hansı ki. Sonra the elephants, burada da leave. Elephants leave, fillər hansı ki Asiyada yaşayır. Which. Burada yenə Which olacaq. which verək. Hansı ki. River goes through. Bizə dəqiqə. That. Which yoxdursa zət verək daha. Çünki onlar bir-birini əvəz edir daha. A car, bir də was really. Which was. 609. The person had stolen. Which nə zət? Eyni var. 2 ilə 5. Bir dəqiqə. Zət olar. Bir də burada who məsələsi var, person. Şəxs canlı ilə which olmur. Bunu çıxsam 2-5. Belədir. Bu canlı cansız məsələsinə həmişə diqqət edin. Burada bu canlıdır. Bu da xəbərdir. 610-da nə götürək? D variantı. Zət olsaydı zət də götürəruz. Bax, bəlkə vəziyyətdədir bu. The dog bit. Deməli Which. Burada which olacaq. Bu nisbə vəzilərdə bilirsiniz də what yoxdur. Sonra 612-də girl, bir də I. Deməli biri şəxsə vəzlidir. Biri də isimdir. B variantı. Burada artıq bəli, yerlik hal. Amma burada məsələn başqa adama da olsaydı whose verəcəyiz. The musician wrote. Burada nə verək? Musiqiçi insandır. C variantı. Canlıdır. 613. Who gəlir düzdür. Sonra the computer cansızdır. Burada I var. Bu da canlıdır. The computer I was lost. Which 1 ilə 4. set? Which ilə Which set var mı? Cavabda var. bəli. D variantı. Sadəcə biraz diqqətli olmaq lazımdır ki, görək bizdən nə tələb olunur. Zəmən bu artıq iki ismin arasındadır. Whose var? Var. Girl, bir də I. Bu canlı. D variantı. 1, 4, 5. Which olmaz. What ümumiyyətlə getmir. Which ona görə olmayacaq ki, canlıdır bu. That, whom, birbaşa. Var elə bir cavab? Var. Bəli, D variantı. Sonra a person canlıdır. Works da xəbərdir. Deməli, which olma olasılığı yoxdur. A variantı. Çıxdı. Whose works olmaz. Who works olar. The books are lying. That which. That, which. What zaten yoxdur, burada lazım deyil. That, which var mı? Cavabda var. C variantı. Sonra lady canlıdır, is xəbərdir. Who, that B variantı. var. Who, that birbaşa. Burada birbaşa geçsəm olmayacaq o. Who-nan that. Budur bu. Çünki buradakı boşluq birbaşa gələ bilməyəcək.
burada iki isim arasındadır. E variantı olar. Bəli, yəli hal kimi götürəcək. Whose. Sonra an object, burada da xəbər. Zət verəcək də bura. She was dancing with a boy. Had. E variantı. Bir dəqiqə. Who had. Canlıdır deyə, who verə bilərik. Ümumiyyətlə, nisbidə what yoxdur. Nisbi əvəzlik lazım olanda what-lar adın girsin. Biri deməli isimdir, biri əvəzlikdir. E variantı. Götürməyim bir dəqiqə. Bir dəqiqə. Whom you met in our house last week. This is a good. E variantı olmur müəllimə. Həmin qızdır. Hə, olar. Mən sadəcə tərcümə ilə də yerinə oturmağa çalışıram ki, görüm tərcümədə problem yaratmır. Sonra isim, xəbər. Deməli, dog cansız kimi baxacaqlar. Who getdi? What getdi? Which olma ehtimalı yoxdur. 1-2. The dog that barks, which barks every. Ha, 1-2. Whose olmuş. Eyvallah. Deməli, burada 1-2 dedik də. Y variantındadır. Sonra, this is George's brother with. Brother with. I went to school. A variantı. Bu deyir John'un qardaşıdır. With whom? Sözünü. Sonra burada baxaq. This is Mr. Brown, whose children I teach. Mr. Brown, Mrs. Brown, bir də children. Burada yiyəliklə gedəcək. C variantı. Whose. I sent a letter. Arrived da buradadır. Xəbərdə. 3 weeks later. I sent a 4-5 var. That which digərləri onsuz da uyğun gəlmir. Çünki cansız daxı. 4-5 ben. Lee Harvey Oswald is a man. Mübtədə canlıdır. Burada da shotdur. Who. Zətlə who. That. B variantı. Görək boşluqla nətər gəlir. Boşluqla gəlsə düz gəlməyəcək. B yaxşıdır bəli. Yesterday I met a man, wife. Burada hansıdır deyin görək. Nəyə görə? E variantı Bu da var. canlıdır. Bu da canlıdır. Hər ikisi isimdir. Yiyəlik hal istəyir orada. 630. House da xəbərdir. House cansızdır. Zətlə which. Yiyəlik halda lazımdır. Bəli, that which. Sonra 631. Burada biri isimdir, biri əvəzlikdir. Ona görə whom verəcək. We don't know the person donated. Mübtəda və xəbər məsələsi. Biri zətdir. Who donated, bir də Bir Z də who. donated olar. Çünki whom'un gəlməsi mümkün deyil. Botonsuz istifadə listə getdi. 1-4. Zaman. Bir də şəxs əvəzliyi var. Whom'dur. Söz öndür. Şəxs əvəzliyi and burada. E variantı.
Burada biri whom olsun. Whose name I had forgotten. Kimin? Neyim burada? Bir dakika. Kimi adı olmaz. Kimin adı? Aha. Y variantıdır. Sonra can you bring me the book? Bu da xəbər. Nə götürərsiniz? Whichlə that? Whose yəlitli getdi. What nisbi deyil. Bu canlı deyil. Hayır, 3-dən 5 qalır. D variantı. The family house. Burada ikisi də isimdir. İki ismin arasında whose gələcək. The candidate biri şəxs əvəzliyi olanda həmişə nə veririk? Which? Yox, whom verəcək. Əgər iki isim olsaydı, which cansızlara aiddir, onu ümumiyyətlə qarışdırma. Sonra the film, bir də he. Yenə biri isimli, biri şəxs əvəzliyidir. That, which, bir də 3 boşluq. Aha, bir 3 639. The writer. Biri canlıdır, biri şəxs əvəzliyidir. Whom, bir də Zətlə zət. whom? The watch, bir də my system. Zətlə which? The which. Axı, buradakı watch cansızdır. 2-4 var. The musician won. Canlıdır, xəbərdir. Zətlə Zət 100% var. Bu da canlıdır, who verək birinci. 642. The key, we. Zətlə boşluq. Is this the key we were looking for? Bu olar. Ha, olar. 3-4 qalır zaten digərləri. 643. The boy canlıdır. We də şəxs əvəzliyi. Zətlə whom? Zət. Whom, bəli. Which sözünüdür. Bu da şəxs əvəzliyidir. Təbii ki, whom olacaq. The cat və she. Bu cansızdır, bu da şəxs əvəzliyidir. Whichlə zət? Birini which verək, birini zət. Cansız olduğuna görə düzdür. The woman who discovered. Biri who'dur burada, canlı deyəm. Bir də zət. Bir iki var. She began to shout at the driver. Car was blocking the street. Driver canlıdır. Bu da isimdir. İki isim arasında. Y variant yazaq da whose. The ring, bir də bu isimdən şəxs əvəzliyi. Bir, iki. Bir də birbaşa. Digərləri onsuz da düz gəlmir. Botdan ümumiyyətləriniz uzun, canlı və tamamlığa da ehtiyac yoxdur. The tree grows. Whichlə zət olacaq. Which cansızlarla gedir, haqlısan. Bir dənə də zət. Bot ümumiyyətlə yoxdur nisbə əvəzlikdə. Cid.
The museum, burada da is situated. Cansızla Biz xəbər. Which B variantı. situated. Aha, cansızla deyə which verəcək. The student handwritings. İki isim arası. variantı. Deməli, iki isim arasında whose verək də. 652-də. Ekvat cansızdır. Will keep də burada xəbərdir. Which nəzət? Bəli, biri which-də, biri z-də. Bu ümumiyyətlə burada yoxdur. Bunlar da canlı da çıxdı. Əsas o da canlı cansız təyin eləməyə bacarım. Bir də nə istəyir onu? My brother-la is. My brother. D variantı. Who is? Who'dur, who? She is an artist. Paintings. İki ismin arasında. Was. Whose yok, whose. Mobile phone takes. Which nəzətdir var burada? The man names. İki ismin arasında. A variantı. Bəli, whose olacaq. 657-də. The person canlıdır. Bu da şəxs əvəzliyidir. Zaten heç olmayacaq. Biri zətdir, biri o boşluq. Burada boş idi. Home, z. Bir də üç. Boşluq var elə bir cavab. 3, 4, 5. C variantı. Var, düzəlir. Sonra a subject cansızla şəxs əvəzliyi. Biri which-dir. Zətlə Zaten which verək də. 2, 4 var elə bir cavab. bəli, A variantı. Sonra burada nəyə baxırsınız? Uncle canlıdır. Bu da xəbərdir. D variantı. Who leaves? 660. The writer. Bu da xəbər. Who? Zət, bir də. Buyurun zət. Zət var. Bir üç var. İndi keçdik inkar əvəzliklərini. Hissə-hissədir, yaxşıdır. Özündən sonra o falan kimi idi. A variantı. Bizlərdən deyil heç kim. Bəli, none of us. Everyone wants to go to the heaven, but deyir, hamı cənnətə getmək istəyir, amma heç kim ölmək istəmir. C variantı. Nobody wants, bəli, heç kim. There is özündən sonra isim ala bilən kimi idi. None almır, no one almır, nothing zaten törəmələrdir. Burada necə yazır? A variantı. A variantı qalır, bəli. News isimdir. No news. Of. Hansından sonra of gəlirdi? Bayaq sual da verdim sizə. None of'dan sonra isim gəlir. Bunlardan sonra of the two boys. Bax, burada iki şəxs arasında. Neither of. Deməli, iki şəxs arasında əşya arasında seçimsə, neither of. Cəm olanda none of'dan gedir söhbət. Burada o dünənlər dərsdə də dediyik, iki şəxs, iki əşya arasından heç biri. Bax, oradakı sayılar indi işinizə yarayacaq. 2 nəfər olanda neither. Diqqətli olun o sayılara.
667. A variantı. Information isimli, bəli, A variantı. ID'ye burada isimli yenə. Nə olacaq? Y variantı. 669 there was reply. B variantı olacaq. Bizə dəqiqə nə deyir? I-4. Hə, cavab verən heç kim yox idi. Nobody verək də canlı. Bizə dəqiqə. Ha, cavab yox idi. No reply. İsim də xalım. Törəmələrdə özündən sonra isim istəmir. Özündən sonra o falan kim idi? Passenger. C variantı. Nothing. No of olmaz. None of. None of olar. Has children. My uncle has children of his own. No. D variantı. No children of his own. Bir de cümle olur. Ha, bir tane gəlir o. Bu isim məsələsi var. Nə qarışıq cümlə yazılır? It was a small and dark room with almost. Çox güman ki, hansı əsərdən falan götürmüş cümlələr də var burada. B variantı. Üç olduğuna görə no götürəcək, yəni isim var. Özündən sonra of gəlmək məsələsi var. Neither of. Və burada iki sayı var. İki sayı olanda neither of götürün. There were clothes, no clothes. Buranı deyin görək. Burada yenə iki sayı var. Oflu gəlirsə nə istəyəcək? A variantı. Neither'la işləyir. I'm in a hurry, I've time isimli də no verincəyiz. There are messages isimli. No. Them wants to go for a walk. Onların deyir heç biri. None of them. Neither of them. 678 yıl öğrencidir ben. Friends isimli, ona görə no. Of us. None of them. 2-5 var. Özündən sonra of'dur. None. Dostlarımın heç biri. Words can describe our. No words olar da burada. Words isim daxil. You have reason. No reason. There is no breach. D variantı. Both students söhbət yenə ikisindən gedir. Ona görə neither ilə verincəyisin. Jack's very funny. Everybody. Everybody admires Ben. We don't have. Burada not var уже. No verə bilməyəcəyik. Any verə bilərik. Any. Any. Artıq burada not yenə var. No verə bilməyəcəm. Any. Any verək. Biraz asanlaşdı testlər. Gedişata başa düşürsünüz. Müəyyən hissələr var da, onlara görə hərəkət edirik. Məsələn, burada da inkar var, no verməyəcəm, any verəcəm. Burada da inkar var. No onları verməyəcəm. İnkardan sonra boşluq məsələsi var. Ona görə any verəcək. Dərsi sonra da izləyə bilərsiniz. Dərs yazılır. Bilmirəm, internetdə problem olan var ya yoxdur.
Bəzən uşaqlar ayrılır dərsdən. Sonra Eyni olacaq. without, bəli, ona görə altına xəccəkdim. Sonra burada not var. Yenə eni verin geçsin. Burada da not var. Çoxunu işləmişdim mən bunun evdə. Hə, rahatdır. Sadəcə o gedişatı tutmaq məsələsi var. Not var, eni yazın geçsin. 700'ə qədər mən işləyim indi sizdən. Sonra biraz fasilə verək. Özünüz əlavə yazın, görək nə yazırsınız. Did you meet in street? Sual cümləsi ümumiyyətlə. Anyone. Couldn't var, burada ehtiyatlı olun. Eyni. He couldn't answer any questions. There is news var. No news olacaq. No. Bəli, və 700-cü sual. They have no money. Aha. İndi çəkilişi dayandırıram. Sonra ya istəyirsiniz fasilə verim. Digəri 100 dənə özünüz işləyin. 800'ə qədər. Sonra Burada müzakirə eləyək. Hə, 100'ə qədər işləyin. Dayandırım çəkilişi. Yaxşı, 701-dən davam eləyək. İnkar var, money var, ona görə eyni olacaq. Deməli, information var, cümlədə hər hansı bir inkar yoxdur, ona görə nə olacaq? İnkar var. Eyni. Sadəcə, I didn't reply to any of my letters. Dostum. İnkar var. Second, said anything. Deməli, burada nədirsə E variantı. inkar olmalıdır ki, anything olsun. For a few seconds, nobody said anything. Heç kim deyir, heç kimi bilmədi. Xoşbəxtlik xoşbəxtlikdən deməkdir. Nobody verəkdə bura. 706. Sonra there is somebody. Bəli. Digərlərində çünki törəmə yoxdur. Sonra 708-də it was dark outside and I couldn't see anything anybody verəkdə. Eni ardı yoxdur axı nəsə. Deməli 2-4 var, cavab 2-4. 2 dəqiqə 2-4. Hə, bir də anyone var burada, hə gördüm. 2-4-5. 708-yə 709-da was shocked by the news of accident. Xəbəri təkdə olan. Boss'un bura aidiyyatı yoxdur, çünki boss həmişə xəbəri cəmdə istəyir. All, hamı, hər şey mənası vardır. Burada hamı mənasında olduğuna görə deməli, bunu da götürə bilməyəcəm. Deməli, everybody was, each of them, bunlar. Every'dən sonra of gəlmir. 1-4 variant. Qaydanın elə yerində elə tətbiq veriblər ki, diqqətli olmalısınız. If you are ready, I'll begin. Xəbər cəmdir. No-dan sonra of gəlmir. It's everyone of you. Boss'la all var. Elə bu da cavab. Çünki everyone düz olmayacaq. 711'də countries. Have you been to? Burada countries vardı ya, sonunda s olanları avtomatik atın. Və burada da cəmdir, ən azı da olmayacaq. Amma 711'də eni aza verə bilərsiniz. Buradakı ən təkləri bildirir. Buradakı countries'də yes. Plural noundur, yəni cəmdir. Xəbər cəmdir. Xəbəri cəmdə olanlar və özündən sonra of alan.
all of the presents, most of. Boss olar. Sonra all of olar, most of olar, elə bulardı. 2, 3, 5 C olacaq burada. 713. Xəbər cəmdir və özündən sonra of. 2, 6 içlə getməyəcək. Every, of, yox. Ümumiyyətlə, all, boss, some. Bu üçü həmişə bir yerdə gəzir. Testlərdə də yadınızda elə saxlayın. Əgər all-la boss düz gəlirsə, some da 100%. All, boss, some. Və yaxud da görürsünüz ki, all, boss, some, məsələn, boss cavab deyilsə, avtomatik all-la some da çıxın. Çünki üçünün xəsiyyəti, xüsusiyyəti eynidir bunların. 2, 4, 5, bu budur. Bax, burada artıq görürsünüz, özündən sonra of gəlib, xəbər təkdədir. Deməli, avtomatik olu, bosu, samı çıxacam. Every də özündən sonra of almır, qalırıq içlə. 715. Deməli, burada no'lar var. İnkar sözdən sonra sam gəlməyəcək. Any, I don't know any, yoxsa anybody, anybody verək də bura. 716. Wasn't var, no olmaz. İnkardan sonra samın törəmələri gəlmir. Eyni də öz başına görə məna kəsb edəcək A variantı. Is going, xəbər təkdir. Deməli, all, some çıxdı. Çünki bunların all, son bas, all, some bas. Bunların üçün də xəsiyyəti eynidir. Deməli, anyway var. Deməli, cümlədə nəsə əvvəldə inkar istəyib. No one is going anywhere until this rain stop. Bu olacaq. Tak, deməli, there is in the drawer I have taken out. Baxaq. Nothing, everything. Bu da var. Səhvləriniz var, yoxsa düz gedirsən? Xeyr, düzdür. Hələ ki, məndə bir dənədir. Buralarda no'lar var. İnkar məsələsi ilə bunları çıxsam C qalır. 720. Xəbərə əsas baxın, təkdir. Of gəlib. Deməli, some, boss, all getdi. Every də özündən sonra xəbər almır. Hə, bu xəbərə görə almışdım. Each of. Xəbər cəmdir. Of gəlib. Deməli, all, some, boss. 2, 4, 5. 2, 4, 5 varmı? Var, variant. No var, nothing getdi. İnkar sözdən sonra something gəlməz. Eyni də tək qalıb nə iş görəcək? Y variant. Battle var burada. Törəmələri atın geçsin. İsim var. Battle təkdədir. Bu da törəmədə getdi. İndi baxaq görək. They ordered another bottle of champagne, yoxsa as a bottle of champagne. İndi baxaq görək. Another əslində burada düz gəlir. Bu da elə cavab. Article var, axı bunun tərcümə bu da təkdir. Əgər məsələn nə isə qəbul etsəylər, razı qalmasaylar, seçim versəylər, azən düşünmək olardı. Do you know Latin American dance? Dances. S var burada bir dənə. Eyniləri atın geçsin. Ən azı buradan getdi. Yox, bir dəqiqə. Eyni azanı səhv çıxdım. Elə bildim bu birindəndir. Azas buradan getdi. Ən azı buradan getdi. Elə 24-də C-dir. Cəmdir. Özündən sonra of istəyir. Təbii ki, söhbət B variantından gedir. All, boss, some. Bunların da üçünün də xəsiyyəti nədir? Of, özündən sonra of gələ bilir və xəbəri cəmdə tələb eləyir. Sonra
Have cəmdir. Sides. Bunu atın. Ən təkdir, getdi. Each, every bulan xəbər təkdir olduqdan D variantı ilə qalacaq. 27-də. Problems cəmdir. Aziz getdi, every getdi, ən getdi. Bu qalacaq Y variantı. Bu was təkdir, of var. All, bu, some getdi. Every'dən sonra of gəlmir. One-dan iç varmı? Cavabda var. C variantı. Sonra. Əsas odur ki, nəyi necə seçim eləyirəm, ona diqqətli olun. Teachers cəmdir. İsimdə özdə. Bunlar getdi. Ən də buradan çıxdı. I have an office that I share with some başqa digər müəllimlərlə bölüşürəm. Azı. I saw them on. Burada iki sahili var da, düzdür. Side. İsim var deyə bu çıxdı. En azı side. Yox. En azı başqa bir. Küçənin digər tərəfi. Qarşılıqlı deyə azə verəcək. Məsələn, məlumdur da, küçənin iki tərəfi olur. Sağ tərəfi, sol tərəfi. Yəni, müəyyən digər hissəsi. Bilirəm, axı, qarşı tərəfdən gedir söhbət. Baxaq görək. Burada iki musiqi alətindən danışır. Bir digəri. Yəni, Z-azı. Məlumdur da, biri budursa, digəri də başqadır. Deyir, biri fortepianodur, digər yerdə qalanı isə mən bu gün əsas abizində unutmuşam. Skripka. Aha, violin, getdi. Yəni, əgər məlumdursa hansı digər qalan hissəsi, məsələn, tutalım ki, bir almanı ortadan bölürsünüz. Bir tərəfini göstərsən, deyirsən və yerdə qalan digər tərəfi. Yerdə qalan digərin deyilində Z-azəni götürürsünüz. Amma məsələn, bayaqki yuxarıda cümlə var idi. Deyir, mən bir otaq icarəyə götürmüşəm. Həmin otağı başqa digər müəllimlərlə də bölürəm. Burada artıq azə olur. Yəni, tək mən deyiləm də, başqa müəllimlər də oradadır keçən. Sonra 732-də nədir? Yəni, naməlum digər hissə olanda azə götürün. Məlum, məsələn, iki tərəfdən biri bilinir. Digəri yerdə qalan digər hissə deyəndə Z-azə verin. Sonra 732-də. Does anyone have... Burada questions olduğuna görə türəmələr atın geçsin. Eyni öz başına nə iş görəcək burada? C variantıdır. 733. You are the only candidate else has applied for the job. Özündən sonra else gələn kimi idi. Onu axtaracaq və burada only məsələsi var. Xəbərdə təkdədir. Else gələn də biz orada öyrənmişdik ki, no one else. Doesn't remember. O deyir, bizim heç birimizi tanımadı. Any of us. Burada none of us verərdi. Sadəcə cümlədə inkar var, ona görə any. Sonra of us said anything. Deməli, cümlənin əvvəli inkardır. Neither of us. Any var burada. Deməli, əvvəldə bir dənə inkar atacaq. Və children var. Özündən sonra da bir dənə isim istəyən C-dəkidir. Sonra xəbər təkdədir. Olub, olsam getdi. Əşyalar təəccüblənməz ki, eyni də tək qalır burada. Bir dənə B ilə qalırsınız. My brother speaks 3 languages. Bax, burada 3 dildir, məlumdur. One is Russian and yerdə qalan digərləri. The others. Məlumdur, 3-dən biri rus dilidirsə, yerdə qalan digərləri. İngilis və türk.
One of my parents is a teacher. Məlumdur ki, bir adamın iki valideyni var. Biri müəllimdirsə, yerdə qalan digəri. Z-azə. Some people like classical music, while deməli, bəzi insanlar klassik musiqiyə üstünlük verir, belə ki, digərləri, yəni yerdə qalan demir, ha, ümumiyyətlə digərləri caza üstünlük verir. Məsələn, üçündən biri deyilib, yerdə qalan digərlər desəm, bunları götürərdim. İki hissədən biri digər desəm, z-azə deyərdim. Məsələn, biri var, başqa ayrı bir sifariş varsa, bunu deyərdim. Amma others, ümumiyyətlə kütlədən danışıram. Has təkdir uşaqlar və of var. Evdə deyir ki, məndən sonra of yazma. Everyone amma özündən sonra ofu götürür. Everyone bitişi olan götürmür. Ayrı yazılan ofu götürür. Deməli, 4 uşaq var. Onlardan ikisi qızdır. Yerdə qalan digərləri. Yəni, z-azız. There are 3 pets. 3 dənə ev heyvanı var. Biri pişikdir. Yerdə qalan digərləri. Z-azız. We are going to stay for deməli, biz burada sadəcə 2 həftəlik qalacağıq. Deməli. Nə götürmüsünüz burada? Another 2 weeks. Deməli, azı yoxsa az yox, digərlər. Bir dənə ən azı digər 2 həftəni qalacaq. Başqa 2 həftəni biz orada qalacaq. Məsələn, tutalım ki, iyul ayının əvvəl 2 həftəsi yox, avqustun son 2 həftəsi, digər 2 həftəsi. Bu mənada. İz təkdir, burada da of var. Bunlardan geçsin. C1. Var burada S var. Bunlardan geçsin. Evde özündən sonra of istəmir. D variantı qalacaq böyle. 746'dan. Has tək xəbərdir. Boss olsam getdi. Burada anybody olacaq da. 747'də. There was burada deyir boş idi. No one verək də C variantına. Bir dəqiqə. Düzdür. Sonra my friend couldn't answer. İnkar var burada. Question'da olduğuna göre en verəcək. Reasons var. Candy. No. 750'de. Thanks for inviting, but I have plans. Mənim deyir, başqa planlarım var. Some other plans. Bu azarsa versəz, burada gərək isim olmayacaq. Cəmdir deyə, ən də olmayacaq. Bunlardakı isimsiz gəlir. Belə qoy kayda dayandırım.